Əziz izləyicilərim, sizi yeni il münasibəti ilə və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, qarşımıza gələn yeni ildə həyat sizə daha gözəl uğurlar, daha güclü sağlamlıq, bol rifah, sevdiklərimizi itirmədiyimiz bir il nəsib edər, bir dönəm nəsib edər. Ümid edirəm ki, 2025-ci ildə itirdiyiniz nələr varsa, 2026-cı ildə sizin qarşınıza ən gözəl, ən doğru formada qayıtsın. Və ümid edirəm ki, hər birinizə sevdiklərinizin qədrini vaxtında biləsiniz. Onları heç vaxt itirməyəsiniz və onların əlindən bərk-bərk tutasınız, onlara sevdiyinizi söyləyəsiniz və hər hansı bir hisslərinizi ifadə etmək üçün şeir deməyə, şeir dinləməyə ehtiyacınız olmadığını anlayasınız. Nə qədər ki, sevdiklərimiz həyatda sağdılar, valla sadə cümlələrlə də sevgimizi ifadə edə bilərik. Onların həqiqətən dəyərli olduğunu hiss elətdirə bilərik. Kiçik bir hədiyyə ilə, kiçik bir çiçəklə, hər hansı bir xoş sözlərlə və ya bir jestlə ona həqiqətən sevildiyini etiraf edə bilərik. Fərq etmir sevdiyimiz xanım, bəy və ya anamız, atamız və ya övladımız, ailə üzvlərimiz. Yəni, inanın ki, sevgini göstərməyə sadəcə qısa bir zaman lazımdır və başqa heç bir şey mane deyil sevgimizi göstərmək və sübut etmək üçün. Ümid edirəm ki, 2026-cı ildə daha çox izləyici kütləsinə çatmış ola bilərəm. Daha çox poeziya sevən insanlarla bu səhifədə görüşə bilərəm. Və xoşbəxtəm ki, bu səhifədə varam. Xoşbəxtəm ki, şeirləri mənim səsimlə eşidirsiniz. Xoşbəxtəm ki, bəzən sizi incitmiş ola bilərəm, amma düşünürəm ki, incitdiyim məqamlarda belə səsləndirdiyim hansısa bir şeirin bir misrası, bir sözü, bir bəndi həyatınızda heç vaxt unuda bilməyəcəyiniz qədər dəyərli olan bir dərs almağınıza səbəb ola bilər. Ona görə də hər zaman əlimdən gələn qədər dərin, mənalı şeirlər səsləndirməyə çalışmışam. Bu il artıq səhifəmin 4-cü ilidir və mən çox xoşbəxtəm ki, qısa bir zamanda az kütləyicim olsa belə həqiqi kütləyiciyə çatmağı bacarmışam. Məni həqiqi sevən, poeziyaya, şeirə, Azərbaycan ədəbiyyatına həqiqətən dəyər verən insanlarla bir yerdəyəm, bir məkandayam. Və ümid edirəm ki, bizim bu dostluğumuz, münasibətimiz və birliyimiz daima əbədi olar və hər keçən il, hər yeni gələn il daha çox poeziya sevənləri bir arada görüşdürə bilərəm bu səhifədə, birləşdirə bilərəm bu səhifədə. Sizi çox sevirəm, yaxşı ki varsınız. Həmişə məni kədərli üzlə görsəniz də bunun üçün üzr istəyirəm sizdən. Amma bəzi şeirləri yaşamadan çatdırmaq mümkün deyil. Ona görə də mən həmin vəziyyətdə, həmin şeirin halına düşməli oluram. Amma daima üzümüzün gülməyini arzu edirəm, ürəyimizin gülməyini arzu edirəm, gözlərimizin gülməyini arzu edirəm. Yaxşı ki varsınız. Xahiş edirəm sizdən bir-birinizi sevin, sevilin, qədrinizi bilin. Həyat çox qısadır və bu həyatı boşuna sərf etməyin. Mənasız şeylərə sərf etməyin. Kinə, nifrətə, rəqabətə, ədavətə sərf etməyin. Bir-birinizin qədrini bilin və bir-birinizə dəstək olun. Bugün etdiyiniz yaxşılıq nə zamansa mütləq sizin qarşınıza çıxacaq. Sizin qarşınıza çıxmasa da övladınızın qarşısına çıxacaq və ya sevdiklərinizin. Ona görə də sizdən xahişim, heç vaxt yaxşılığınızdan qalmayın və daima yaxşılıq edin insanlara. Hər zaman yaxşı xatırlanın, özünüzə yaxşı baxın, bayramınız mübarək.